Salam, hər vaxtınız xeyir olsun. Uzun bir aradan sonra görüşünüzə gəlmişəm. Yay başlayıb, artıq yayın ən qızmar vaxtıdır. Yay rutinim haqqında məlumat vermək istəyirəm. Hansı baxım məhsullarından istifadə edirəm. Burada gördükləriniz istifadə etdiyim məhsullardır. Yayın da, qışın da istənilən bir mövsümün vazkeçilməzi hyaluronik asid nemləndirir dərimizi. Dərimizin daim nəmə ehtiyacı var. Sezondan asılı olmayaraq hyaluronik asid. Bu marka Türk markasıdır. Deməli, mən düşünürəm ki, Türk markaları çox gözəl irəliləyirlər bu kosmetoloji vasitələr sahəsində, kosmetika bazarında. Gələcəkdə Koreya məhsulları ilə hətta rəqabət yarada biləcək bir səviyyəyə çatacaqlar deyə düşünürəm. Bu marka da yeni bir markadır və çox bəyəndim. Çox tekrar ala biləcəyim bir markadır. Yəni hyaluronik asid serumunu çalışın ki, tamam üzə çəkməyəsiniz. Çalışın ki, onu belə deyək də özünüzü yudunuz və yaxud da hər hansı bir toniklə, tonerlə sildiniz. Elə nəm şəkildə üzərinə bu vasitəni çəkəsiniz. Üzərindən də 1-2 dəqiqədən sonra kreminizi çəkəsiniz. O zaman effekt daha gözəl olur. Çünki bu dərimizdəki nəmi də özünə çəkə bilər. Quru üzə çəksək. Daha bir serumumuz Mia Klinika'dandır. Mia Klinika'nın bu deməli bərpa edici serumu. Yaydı, retinol vesaire istifadə etməliyik. Dərimizi anti-age ən az bir serum istifadə etməliyik. Mən bunu seçmişəm, çox da bəyənirəm. Fitokompleks var tərkibində, oligopeptidlər var, hyaluronik asid var, matrix, kafein. Yəni gün aşırı istifadə edə biləcəyiniz bir serumdur. Anti-aging effekti var. Daha bir Mia'nın kremi retinol kremdir. Retinol və kollagen krem. Biz deməli retinol serumları tərkibində retinol faizi yüksək məhsullar istifadə edə bilmirik, amma bu krem yüngül retinoldur. Bakuç oil'dur, eyni zamanda istifadə edə bilərik. Bunu təbii ki, günəşə çıxmayacağım günlərdə qapalı məkanda istifadə edirəm. Günəş kremini də yaddan çıxarmamaq şərti ilə. Daha sonra elə bayaqki markanın su bazlı bir nemləndiricisidir. Yay üçün çox idealdır. Nəyə görə? Çünki ağırlıq eləmir, yağ yoxdur tərkibində. Əslində yağ var içərisində, amma əsas bazası sudur. Baobab və jojoba yağı var. Bu da əlavə bir dəri yumşaqlığını saxlayır dəridə. Kollagen, hyaluronik asid və çox da bərəkətli məhsuldur. 100 ml-dir. Bundan 2 ədəd almışdım. Uzun müddətdə istifadə edirəm. Mia'nın başqa bir kremi var. Bu da dəri bariyerini qoruyan, bərpa edən, seramid, skvalan, hyaluronik asid, pantenol və sair tərkibi zəngin bir kremdir. Bundan 2 ədəd almışdım. Bir hələ ki açmamışam. C serumunu istifadə edirəm. Yay olmasına baxmayaraq gündüz rutinimdə. Bu da Luvit markasıdır. Bu da Türkiyə markasıdır. Çox gözəl, çox münasib qiymətə məhsullar var. Bəyənərək istifadə edirəm. Daha sonra göz altı kremlərim, göz ətrafı Mia'nındır. Kollagen tərkibli intensiv nemləndirici kremdir. Tranexamik asid var tərkibində, hyaluron var. Çox gözəl bir kremdir. Mənim üçün göz ətrafı kremlərdə ən çox vacib məqamlardan biri göz yandırmamasıdır. Çünki gözüm sulanır, yandır, onu da istifadə edə bilmirəm. Bu kremlərdə onu görmədim. Luvitin də belə anti-age, yaşamaya qarşı tərkibli kremi var. Bunu da bəyənərək istifadə edirəm. Luvitin nəmləndirici bərpa edici kremi. Bu da çox bərəkətli və həm də çox yüngül bir kremdir. Sevirəm. Luvitin deməli bərpa edici peptid serumu. Bunu da çox bəyənirəm, istifadə edirəm. Bu CC kremini yeni kəşf etmişəm, çox bəyənirəm. Çünki mən BB krem istifadə edirdim adətən gündəliyə. Bunu kəşf etdikdən sonra artıq yalnız bunu istifadə edirəm. Çünki üstə gəlir SPF 50 qoruma faktoru ilə madekasoid var, pantenol var, seramid var. Həm dərimi bariyerini qoruyur, həm dərimi belə deyək nəmli saxlayır, həm də günəşdən qoruyur, həm də ton bərabərləşdirir. Dərinin bərabər çox gözəl bir ton alınır. Gün ərzində də SPF-ə görə yeniləməyə ehtiyac var, amma ki belə çox axşama qədər çox gözəl şəkildə dərinizdə görüntü yaradır. Günəş kremlərindən danışaq. Skin 401 mənim sevdiyim bir markadır. Aloe vera tərkibli bir alfa-arbutin, niasinamid, peptidlər olan bir günəş kremidir. Göz yandırmır. Gözdə ağ təbəqə kimi qalmır və Mia'nın ən çox sevdiyim günəş kremi budur. SPF 50, bariyer
qoruyucu, keramit, skoalan, pantenol, hyaluronik asid və sairə koenzim tərkibli bir günəş kremidir. Deməli, mənim bugünlük dediklərim bu qədər. Özünüzə baxın, havadan asılı olmayaraq hər zaman özünüzə qulluq etmək yadınızdan çıxmasın. Hələlik.